Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Salam əziz dinləyicilərim. Bugün də Şənbə söhbəti verilişində bələdçiniz mən olacağam. Aysel Fikrət. Ədəbiyyat dünyanın xilasıdır. Ədəbi aləm müqəddəs bir yerdir. Təsadüfən ədəbiyyata düşənləri onsuz da zaman ələyir. Tarixin yaddaşında yalnız söz aləminin əbədi qəhrəmanları qalır. Bugün yenə onlardan söhbət edəcəyik. İkili portret rubrikamızda bu dəfə Ələkbər Salahzadə və Yevgeni Yevtushenko anılacaq. İkili portret. Yevgeni Yevtushenko 1949-cu ildən dərc olunmağa başlayan ən populyar şairlərdən hesab olunur. Şairliklə yanaşı roman yazarı, publisist, aktyor kimi də tanınan Yevgeni Yevtushenko dəfələrlə xarici səfərlərdə olmuş, qərb ölkələrində əsərləri dərc olunmuşdu. Onun Azərbaycanla bağlılığının bir məqamını qeyd etmək istəyirəm. Şair Yevgeni Yevtushenko Azərbaycanın əmək qəhrəmanı Xuraman Abbasovaya Örpək adlı şeir həsr etmişdi. Ələkbər Salahzadə 1941-ci ildə anadan olub, 60-cı illərdən başlayaraq özünü fəal ədəbi mühitdə təsdiqləyir. Azərbaycan poeziyasının ünlü isimlərindən olan Ələkbər Salahzadənin poeziyası özünə məxsus kompozisiyası, yaradıcılıq palitrası ilə seçilən nümunələrdəndir. Onun fərqli lirik dəsti xəttində yaşadığı zamanı dərk etmə və özü ilə bağlı fərdi duyğuları üstünlük təşkil edir. Bu da onun poeziyasının uzun ömürlü, bugünə qədər sevilən olduğunu isbat edir. Çünki Ələkbər Salahzadə poeziyası standart ölçülü, pafoslu, soyuq nidalardan qat-qat uzaqda idi. Yevgeni Yevtushenko, Abuzər Turanın tərcüməsində. Maraqsız bir insan yoxdur dünyada, səyyarəni salar hər tale yada. Gözəldir hamıda, hər şey gözəldir. Bənzəməz heç kimə, təkdir, özəldir. Biri adi ömür yaşasa əgər, adiliklə dostluq, yoldaşlıq edər. Çox maraqlı olar o insanlara, özünü göstərsə adi onlara. Hər kəsin gizlicə bir dünyası var. Adam orada olur, hər vaxt bəxtiyar. Var bu dünyada çox dəhşətli bir an, bir xəbərik ondan. Amma hər zaman ölüm tuş gələndə hər bir bəndəyə onun ilk qarı da gedir xəndəyə. İlk öpüş də, ilk döyüş də yox olur. Hər şey torpaqlanıb məzarla dolur. Təkcə kitablarla körpülər qalır. Lap çox şeylər qalır fani dünyada. Amma nələrisə veririk bada. Amansız oyunun qaydası budur. İnsan ölmür. Torpaq dünyalar odur. Ələkbər Salahzadə. Bir də gördün beşikdə adam, bir də gördün bəbədir. Bir də gördün uşaqdır adam, bir də gördün babadır. Bir də gördün oğuldu adam, bir də gördün atadır. Bir də gördün yox oldu adam, bir də gördün fotodur. Bir də gördün otdu adam, bir də gördün ot oldu. Bir də gördün adam da adam, bir də gördün ad oldu. Bu axşam mən qəribəm, qəribədən qəribə. Səhər sanki şərqdə idim, indi də
üzü qəribə. Söz almışam, saralmışam, bənzəyirəm qüruba. Bir obayam, yazı solmuş, payıza qərq bir oba. Xəyalları sınıq, qırıq, içimdə bir xaraba. Atları atıb getmiş, arabayam, araba. Bu axşam həm qəribəm, həm də biraz qəribə. Səhər üzü gün doğana, axşam isə qüruba. Yevtushenko dövrünün nəhəng şairlərindən biri olub. Onun mövzusu insan və insan duyğuları idi. Yevtushenko haqqında çox yazıldı. Dövrünün uğurlu, yaşadığı tarixin tanınmış simalarından oldu. Ələkbər Salahzadə öz lirik poeziyası ilə oxucularına daim fərqli mövzular, obrazlar, məzmun və məna özəlliyi bəxş edərək şair kimi daim onların yaddaşında yaşayacaqdı. Ürəklə, istedadla yazıb yaradanlar heç vaxt yox olmur. Yazı masası. Yazı masası rubrikasının bugünkü qonağı əməkdar jurnalist, müharibə veteranı və hərbi yazar jurnalistimiz, publisist Əntiqə qonaqdır. Xoş gəlmisiniz Əntiqə xanım. Xoş gördük Aysel xanım. Söhbətə başlamazdan əvvəl xatırladım ki, 7-8 il bundan əvvəl verişimizdə qonaq idiniz və müharibədən danışarkən gözlərimiz dolmuşdu və mən onda sizə söz verdim ki, bu gün zəfərdən danışacağıq. Şükürlər olsun ki, bu arzumuza çatdıq. İlk sualım da elə buna aiddir. İllərlə bu həsrəti, bu ağrını daşıyıb, ağrılı yazılar yazıb, gecəsini gündüzünə qatan əziz Əntiqə xanım, bəs indi nələr düşünürsünüz? Nələrdən yazırsınız? Əlbəttə, hardasa mən bunun cavabını da bilirəm, amma istərdim ki, yenə də öz dilimizdən eşidim. Bir-iki cümlə ilə keçmişi xatırlayım. Mən o dəfə də demişdim, mənim bütün yazılarım, o 800 səhifəlik kitabım var, Vətən səndən keçmək olmaz. O kitabdakı bütün yazılarım onunla bitir ki, Qarabağ bizimdir, bizim olacaq, biz məğlub olmayacağıq. Bunu mənə irad tutanlar var idi. Deyirdi ki, nə oldu, sən elə belə yazdın? Dedim, müharibələr üçün 100 illər, 50 illər böyük məsafə deyil. Biz də yaşayarıqsa biz bunları görərik və mən bir yazımda qeyd eləmişdim ki, biz artıq divarlara təbaşirlə, kömürlə, Qarabağ bizimdir yazan xalq deyilik. Biz Qarabağı gücümüzlə, biləyimizin gücü ilə, ruhumuzla, mübarizliyimizlə, istəyimizlə qazana biləcəyimizə ümid edən bir millətik. Böyük bir xalqıq, belə yazmışdım. Mən həmişə qadın hərbi jurnalistlərin adı gələndə ilk olaraq siz mənim ağlıma gəlirsiniz. Çünki mən bilirəm ki, siz də bütün xalq kimi, hamı kimi deyil, başqa cür oranı hiss etmişsiniz. Çünki siz axı birinci müharibədə də olmusunuz və siz bu hissləri yaşamısınız. Bu çox müqəddəs bir yoldur. Mən ilk hərbi yazar qadın jurnalistəm də, qadınlardan ilk gedən mən olmuşam və girov dəyişmə səhnəsində mən Füzulinin Gövşadlı kəndi yaxınlığında, orada MT-nin bir də tabor komandiri vardı, bir də hərbi prokuror. Onların üçü ilə bir yerdə çox inad eləyərək mən getdim. Təbii ki, o neytral yerdə dayandım. Onlar benzinlə Xocalı əsirlərini dəyişirdilər. Bir oğlan atasını kürəyində gətirirdi. Mənim kitabımda da var o. Vətən sizdən keçmək olmaz. Sizə də vermişəm o kitabı. Orada var Xocalıdan yazdığım. O qədər işgəncələr verib ki, atası gəzə bilmirdi. Oğlu onu kürəyində gətirdi. Düşürdü. Birinci sözü bu oldu. Nəfəsinizə qurban olun. Əyildi, torpaqdan öpdü. Sonra Səməd Əbilov vardı. General Məhəmməd Əsədov mükafatda verilmişdi ona. Yusuf Ağayev hərbi prokuror oradaydı. Fəxrəddin var idi. O milli təhlükəsizliyin.
Səməd dedi ki, yoldaşımla qızımı azad eləmisən, bir oğlum da qalıb, axı qurbanın olum, bax belə bir söz. Mən onları olduğu kimi qeyd eləmişəm. Çox ağır səhnə idi. Çoxdur, ağır səhnələr hədsiz dərəcədə çoxdur. İkincisi də 28 iyun əməliyyatı, məşhur əməliyyatdır. Hər ilin 28 iyununda uşaqlar gəlirlər, biz şəhidlər xiyabanında onları milli qəhrəman Rasim İbrahimovun şəhid olduğu yer. Orada çox gərgin idi, bilirdim uşaqlar mühasirədədir, nəfəsim kəsilmişdi. Deyirdim, heç olmaya yaralı uşaqlar, Bakıya gələnlərin siyasını mənə deyirdilər ki, get onlardan xəbər tut. 5 nəfərin siyasını verdilər. Asil xan, çox səmimi deyirəm. Mən də indi düşüncəm budur da. Fikirləşmirəm ki, gedim bu 5 nəfəri tapım, görüm vəziyyət necədir, nəyə ehtiyacları var. Yox, düşündüm, getdim, Yasamal bazarı vardı. İndi asan xidmətdir yerində. Kağızda torbalar var idi. O kağız torbaları meyvə ilə doldurmuşam, 5 torba. 5 uşaq deyiblər axı mənə. Qoydum aşağıda meyvələri, qalxdım, Gəncəli oğlanı oradan tapdım, Adili. Sonra getdim travmatologiyaya, sonra getdim mərkəzi klinik xəstəxanasına. Ən axırıncı da sahiblə görüşdüm. Sahib Qarayev, İmişlinin Bəhram Təpə qəsəbəsindən. Hamısı ilə görüşə bildiniz həmən günü? 5-ini də görüşdüm. 5-i ilə də görüşdünüz. Girdim palataya, çox idi adam, tanımadım. Ona görə ki, batalyonda uşaq çoxdur. Mən jurnalist təkəm də. Belə baxdım ki, görən sahib hansıdır, gördüm ən axırıncı çarpaydan Əntiqə xanım, mən buradayam. Əlində belə elədi, nur içində yatsın. Getdim sahibin yanına, dedim, sahib necəsən, belə elə dedi, Əntiqə xanım, yaxşıyam, mənə kömək eləyin, qalxım. Sahib də nə sahib, 2 metrə boyu, nə qədər elədim sahibin, mən qaldıra bilmədim, sahibin də gücü çatmadı, ona görə ki, yaralanmışdı, neytrala qədər qaçmışdı. Onda nasılqa yox. Özünüz bilirsiniz də birinci Qarabağ savaşında bundakı kimi yox idi. Hə. Özü qaçmışdı, qan itirmişdik. Danışdım, elədim, dedim, sahib sənə nə gətirim? Döndü, qalxam, heç bir şey gətirmə. Getdim evə, saat 1-ə qalmış. Səhər tezdən durdum, Azər Şəfiyev var, indi MTN-də işləyir. O da həmin Könüllülər batalyonunda işləyirdi. Onun maşınına gəlmişdik Füzulidən. Azər dedi ki, Əntiqə xanım, həmin qapıda görüşək. Mən demişəm axı, tapmışam bunları. Kim Bakıdadır, mənimlə görmək istəyir. Getdim, indi sahibi soruşuruq. Biri gəlmədi, ikisi gəlmədi, üçü gəlmədi. Narahat olmağa başladıq. Gəldi həkim, dedi ki, nəyiz onu? Jurnalistəm. Döyüşdə görmüşəm, indi də gəlib baş çəkirəm. Bu da döyüş yoldaşıdır. Azəri göstərdim, Şəfiyev. Dedi, başınız sağ olsun. Gecə keçinmişdi. Ən böyük zülüm ondan sonra başladı. Anası gəldi, məni tapdı. Mən onda Ana qəzetində təsisçi və baş redaktor idim. Çox böyük faciədir bu. Qızbəs ana gəldi. Düşə bilmədim aşağı, gəldi kabinetdə. Təpəmdən ayağıma qədər qoxlayır məni ki, oğlum sənə son nə deyim? Həyatımın ən ağır anları o Qızbəs ana. Hündür, qamətli, qartal başlı, vüqarlı bir qadın idi. Bu dəqiqə sizin yazı masanızda nə var? Nələr üzərində işləyirsiniz? Sonra hansı mövzular var beyninizdə? Hərb. Parad günü məni ASV-yə çağırmışlar. Onda mən bir söz dedim. Dedim ki, müharibə aparan ölkənin havası, suyu, nəğməsi, musiqisi, ağacı, yarpağı, hər şey hərb rəngində olmalıdır. Belə bir yazım da vardı. Əskər geyimli vətən. Belə bir yazım var mənim. Nə gözəl addır. Hər yeri hərblə görə bilməsək, qalib gələ bilmərik. Hamımız hərbi intizama, nizama əməl eləməsək, hərb ruhunda köklənməsək, torpağı sevməsək, ananla bərabər tutmasaq, bu mümkün məsələ deyil. Oldu da, belə yazmışdım, yenə də hərbdir. Qazilərimizdən yazıram, şəhidlərimizdən yazıram. Bibliografikdir məndə. Roman deyil, povest deyil. Özünüz bilirsiniz ki, bir uşaqdan roman da yaza bilərəm, povest də yaza bilərəm. 5-dən pis yazaram, 5-dən yaxşı yazaram. Doğru mu? Amma burada mənim fikrim nədir ki, bu uşaqları salnamə kimi salım tarixə. Yaddaşlarda saxlamaq. Açsınlar kitabı, bir kitabdan 150 uşaq doğulma ili, harda oxuyub, əskərliyə nə vaxt gedib, harda xidmət eləyib, yaralanıbsa, harda, nədən, harasından, nə qədər yatıb, medalları hansıdır, indiki vəziyyəti nədir? Belə bir bibliografik, amma hərbi hadisələr varsa, general da var bizdə, 38 yaşında general olan Akşin Məhərrəmov. Ondan tutub əskərə qədər. Sizin gördüyünüz işlər çox müqəddəs işlərdir. Həm də düşünürəm ki, bu kitablar bir dərslikdir, məktəblərə paylanmalıdır və mən bilirəm ki, sizin haqqınızda da çoxlu yazıblar. Mənim gözümdə siz
özünüz həmişə qalib bir əskər obrazısınız. Mən sizi əskər kimi görürəm. Fəxr eləyirəm bu sözlə, minnətdaram. Və mən sizinlə qürur duyuram və siz örnək olacaq bir hərbi jurnalistsiniz. Çox sağ olun. Bugün studiyamızda qonaq oldunuz, bizimlə həmsöhbət oldunuz. Minnətdaram Aysel xanım. Sağ olun, var olun. Dəvətinizə görə minnətdaram. Dünyamızın aynasısan, doğma elim Azərbaycan, millətimin ocağısan, ana yurdum Azərbaycan. Sən vüqarlı bir xalqımsan, qəhrəmanlar anasısan, sənə qurban olsun bu can. Ana yurdum Azərbaycan, igidlərin diyarısan, azad səsin nazanısan, qüdrətinlə bir olmusan Azərbaycan. Azərbaycan, böyük xalqım Azərbaycan, Azərbaycan, doğma yurdum Azərbaycan, Azərbaycan, övladıram Azərbaycan, sənə xoş gün yaraşır anam Azərbaycan. Alovlardan qorunmusan, günəş kimi parlamısan, yaddaşlara insanmısan, çiçəklənən Azərbaycan, müstəqillik qazanmısan, sərvətinlə tanınmısan, xalqələr yaratmısan, söz sevərsən Azərbaycan, sənə ilməz qürurumsan, müdrik adın qorumusan, zirvələrə ucalmısan Azərbaycan. Azərbaycan, böyük xalqım Azərbaycan, Azərbaycan, doğma yurdum Azərbaycan, Azərbaycan, övladıram Azərbaycan, sənə xoş gün yaraşır anam Azərbaycan. Azərbaycan, Azərbaycan, doğma yurdum Azərbaycan, Azərbaycan, övladıram Azərbaycan, sənə xoş gün yaraşır anam Azərbaycan. Bir şənbə söhbətimizin də sonuna gəldik. Verilişin müəllifi Aysel Fikrət, rejissoru Anar Məmmədov, səs operatoru Reyhanə Mirzəyeva. Ədəbiyyat özü özlüyündə tarixin yaddaş gündəliyidir. Bugün biz də Azərbaycan xalqının döyüş və zəfər tarixindən yaranan ədəbi publisistik nümunələrdən danışdıq. İnsan hisslərindən başlayaraq bir xalqın duyğu və istəklərinə qədər gedən, onunla da kifayətlənməyib, kainatı vəsf edən yeganə ifadə vasitəsi olan ədəbi aləmin sehrində qalın, əziz dinləyicilərim. Ədəbiyyatla qalın.